Bu gün əslində Yaradan haqqında danışmaq istəyirəm və Yaradanın bizim həyatımızda daim olmağından sadəcə bizim daxili səsimizə güvənərək, qəlbimizin səsinə güvənərək atdığımız addımlarda əslində Yaradanın bizim vasitəmizlə həyata və insanlara gətirəcək xeyir haqqında danışacağım sizə. Baxın, əslində fikir vermişsinizsə, hər zaman bizə deyilir ki, nə etmək istəyirsinizsə qəlbinizdən edin, ya dua edirsinizsə qəlbinizdən edin. Ümumiyyətlə, namazı da deyirlər ki, qəlbdən edilən hər şey qəbul olunur. Niyə elə düşünürlər? Bu mənim fikrimdir ki, Yaradanın biz bir hissəsiyik deyə bizim daxilimizdə ruhumuz ona bağlana bilir. Yəni biz namaz qılarkən, dua edərkən ya başqa insanlar artıq necə istəyirsə Yaradana qoşulmağa başlayır. Və beləliklə də biz daxilimizdə onun var oluşunu hiss edirik. Ona görə də məsələn bir qərar vermək istəyəndə o daxili səsimizə biraz qulaq assaq, güvənsək, artıq Yaradandan bizim üçün nə xeyirli olub olmamasını hiss edə bilərik. Və artıq o qəlbin səsini eşitmək üçünsə buna biraz praktika lazımdır. Əgər uzun müddət qəlbimizin səsini fikir verməmişiksə, əgər onu bastırmışlıqsa ətraf səslərlə biraz bu zaman alır. Çünki qəlbin səsi çox zəif olur və onu eşitmək üçün artıq biz daxilimizə yönəlməliyik. Məsələn, siz gündəlik vaxt ayırıb bir 10-15 dəqiqə tək qalsanız, zamanla daxilinizdəki səsini hiss edəsiniz və artıq ona uyğun addımlar atmağa başlayasınız. Ona görə də əsas məsələn bir qərar vermək istəyəndə insanlar Yaradana adi dua vasitəsilə ona yaxınlaşır. Adi biz məsələn fikir vermişsinizsə, qəlbdən nə istəmişiksə, o tez və ya gec bizə gəlir. Çünki bir deyim var ki, Yaradan bizə vermək istəməyəcəyini bizim qəlbimizə salmaz. Niyə qəlb deyirlər? Çünki əslində bizim ruhumuzun ən çox Yaradanla bağ qurduğu yer qəlb hissəsidir. Yəni biz namaz qılarkən ya dua edərkən qəlb hissəsindən Yaradana qarşı sevgi hiss edirik ya da başqa insanlara qarşı. Ümumiyyətlə Yaradan bizim vasitəmizlə bu həyatda nələrsə etməyə çalışır. Yəni əgər sizin qəlbinizə bir yaxşı bir şey düşürsə, ümumiyyətlə qəlbinizdə bir genişlənmə başlayırsa, məsələn bir şey istəyirsiniz həyatınızda ya da bir işə başlamaq istəyirsiniz, əgər qəlbinizdə bir rahatlama, genişləmə istəyirsiniz, əslində bu da Yaradanın bizə bir işarəsidir. Çünki biz düşünürük ki, məsələn, kimsə gəlib bizə yol göstərər ki, elə də olur təbii ki də, amma əgər biz artıq qəlbimizdə o genişlənməni hiss ediriksə, onun özü də bizə bir işarədir. Məsələn, Yaradan bizə ya yuxu vasitəsilə işarə göndərir, ya başqa insanlar vasitəsilə işarə göndərir, ya da ki, bizim qəlbimizin rahatlığını bizə göstərərək yolumuzun düz olduğunu bizə göstərir. Ona görə nə isə etmək istəyəndə daxildən edilən o dua, istək, Yaradandan bir yol göstərmək istəyi artıq bizi öz daxili yolumuza aparır və beləliklə də bizə ən uyğun olan yola çıxmağa başlayırıq. Ona görə də əslində Yaradan uzaqda deyil, bizdə onun bir hissəsi var. Ona görə də biz artıq o daxilimizə yönəldiyimiz anda avtomatik olaraq Yaradana bağlanmış oluruq. Beləliklə də artıq siz həyatda irəliləyərkən ona fikir verirsiniz ki, sizin daxilinizdəki səs sizə nə deyir və onun arxasında getdiyiniz andan etibarən görəsiniz ki, Yaradan necə sizi qoruyur. Çünki insan əgər öz yoluyla həyatda irəliləyirsə, yəni o daxili səsi ilə, Yaradanın bizim vasitəmizlə insanlara ya da ki, həyata verəcəyi gözəl hadisələrə vəsilə olaraq artıq həyatda gözəl işlərə vəsilə olmağa başlayır. Çünki əslində biz Yaradan bir hissəsiyik və ona oxşarıq. Amma sonradan təbii ki də həyatda beynimiz vasitəsilə gördüyümüz müəyyən bir şeylər bizim artıq algımızı zəiflədir, bizim daxili səsimizi zəiflədir. Çünki beyin həmişə egodan danışır, qorxudan danışır və biz artıq bir addım atmaq istəyəndə o qorxu, o ego bizi geri salmağa başlayır. Amma əslində bizim ruhumuz daha böyükdür və Yaradana daha tez bağlana bilir və beləliklə də insanlar daxili səsinə güvəndikdə, bir şey istəyəndə, o daxildə rahatlıq bir hissi gələndə, o səsə güvəndikdə artıq doğru addımlar atmağa başlayır. Əgər daxilinizdəki o səs sizi bir yerə aparırsa və siz bunun vasitəsilə də görəsiniz ki, məsələn, addım atmağa başladıqca görəsiniz ki, insanlar tərəfindən də sizə dəstək olmağa başlayırlar. Çünki Yaradan bizim həmişə yanımızdadır. Ona görə də tək namaz qılarkən yox, ya dua edərkən yox, daima onun
varlığını hiss etməliyik və o bizi həqiqətən həyatda daha da uzaqlara, daha da gözəl yerlərə aparır. Çünki insan ancaq beynindən qurduğu düşüncələr onu bir yerə qədər apara bilir. Amma qəlbdən gələn o istək əgər güclüdürsə, insanı çox gözəl yerlərə apara bilir. Ona görə də Yaradanın ümumiyyətlə bizim həyatımızdakı rolu böyükdür. Yəni biz əgər ona bağlı olsaq, daim onu hiss etsək, təşəkkür etsək, ona görərik ki, Yaradan həm insanlar vasitəsilə bizimlə danışmağa başlayır, həm də ki, ümumiyyətlə baş verən hadisələrlə. Belə. Ona görə də İndən sonra yaxşı olar ki, daima məsələn Yaradanla o bağlantıda olaq və daxilimizdən gələn o səsə güvənək və elə addımlar ataq. Və elə olduğu müddətcə əmin olun ki, başqa insanlar tərəfindən də sizə dəstək gələcək və doğru yolda olduğunuzu daima hiss edə bilərsiniz. Əsas odur ki, o daxilinizdəki səsə güvənin və elə addım atın. Daxili səsə güvənməyə başlamaq necə baş verə bilər? Məsələn, siz adi bir seçim edərkən belə daxilinizdən gələn o istəyə görə o addımı atsaz, görərsiniz ki, artıq sizə uyğun olan nədir, hansı bir şey sizə uyğundur, yoxsa yox. Yəni, əslində budur. Yəni, siz o daxili səsinizə güvənirsiniz və elə addım atırsınız. Belə. Bugün belə danışmaq istədim. Sağ olun. Ümid edirəm sizə faydalı olmuşdur.